Xoş gördük dəyərli izləyicilər. Sizə iyun ayının 6-sına olan hava haqqında məlumatı təqdim edirik. Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gün ərzində fasilələrlə yağış yağacaq. Yarımadanın bəzi yerlərində qısa müddətli leysan xarakterli olacaq, şimşək çaxacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Temperatur gecə 18-21 dərəcə isti, gündüz 25-28 dərəcə isti olacaq. Rayonlarda bəzi yerlərdə fasilələrlə yağış yağacaq, şimşək çaxacaq. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacaq, dolu düşəcək, yüksək dağlıq ərazilərdə qar yağacaq. Gecə və səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Temperatur gecə 16-20 dərəcə isti, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacaq. Belə dəyərli izləyicilər, bizdən bugünlük bu qədər. Qarşıdan gələn Qurban Bayramınız mübarək. Görüşənədək.